Alyaska həmin dövrdə bütün dünyaya qiymətli xəzlərləri satırdı. Lakin Rusiya tacirlərinin bitməyən acgözlüyü bu zəngin regionu bir neçə il ərzində dotasiyaya ehtiyacı olan kasad bir regiona çevirdi. 1772-ci ildə Alyaskaya aid olan Aleut adalarında ilk Rus məskənləri salınmağa başlandı. 1784-cü ildə Şelexovun ekspedisiyası Alyaskada ilk Rus qəsəbəsinin, Kadyakın əsasını qoydu. Alyaska ətrafında siyasi vəziyyət isə 1799-cu ildə bu ərazinin rəsmi olaraq Rusiya imperiyasının tərkib hissəsi elan edilməsindən sonra dəyişməyə başladı. Bu qərarı Alyaskanı ilk dəfə aşkar edənin Rusiyalı dəniz səyyahlarının olması ilə əlaqələndirirlər. Həmin ildən başlayaraq Alyaska Rusiya və ABŞ tərəfindən birgə idarə olunurdu. Buranın ilk qubernatoru Baranov təyin edilib. Onun rəhbərliyi zamanı yeni Rus qəsəbələri salındı və Rusların adadakı torpaqları bir qədər də genişləndi. 1853-cü ildə Şərqi Sibir əyalətinin qubernatoru Muravyov-Amurski ilk olaraq Alyaskanı dövlət əhəmiyyətinə malik olmayan subsidiyalı bir region kimi satmaq üçün rəsmi bir təklif irəli sürüb. Qubernatorun sözlərinə görə Alyaskanın satılması Rusiyanın Sakit Okean sahilindəki mövqeyini gücləndirməyə kömək edə bilərdi.